Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə sonunda cinayətlə nəticələnib. Xəbərlər Net Demokrat aza istinadən xəbər verir ki, hadisə rayonun Zirə qəsəbəsində baş verir. Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Təvəkkül birgə yaşadıkları evdə həyat yoldaşı təxminə ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o həyat yoldaşının yumruğu ilə baş nahiyəsinə, ayağı ilə sol bud nahiyəsinə zərbələr indirib. Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, təxminə ilə 3 ildir rəsmi nikahla ailə həyatı qurub. Məlum hadisə günü saat 17:00-da işdən evə gəldim. Ayaqqabımla evə daxil oldum və soyuducudan spirtli içki götürmək istəyəndə arvadım məni söyüb təhqir elədi. Ayaqqabı ilə evə girməyimi irad kimi bildirdi. Bundan əsəbləşərək əlimlə baş nahiyəsinə zərbə indirdim, evdən çıxaraq getdim. Təxminə isə ifadəsində göstərib ki, Təvəkküllə 3 ildir rəsmi nikahları var, amma övladları olmayıb. Evdə hamamda duş qəbul elədim, sonra dəsmalı üzərimə bağlayaraq hamamdan çıxdım. Həmin vaxt ərim ayaqqabı ilə evin içində dayanmasını gördüm. Ona öz iradımı bildirərək ayaqqabı ilə evə daxil olmamasını dedim. Təvəkkül mənə yaxınlaşdı, söyüb təhqir edərək əli ilə başıma yumruq, ayağımlansa sol bud nahiyəmə zərbələr indirərək xəsarət yetirdim. Sonra evdən getdi, deyə o bildirib. Xəzər rayon məhkəməsinin hökmü ilə Təvəkkül 1000 manat miqdarda cərimə edilib.